Sabah xeyirli olsun, cümləniz mübarək olsun, dəyərli treyderlər, iqtisadçılar, həmkarlar, bugün bankirlər və bugün beynəlxalq maliyyə birjasında mayın ayının 8-idir. Nələr baş verəcək? Yəni dünən bildiyiniz kimi qızıl haqqında alış əməliyyatlarının, proqnozlarının paylaşdığı mükəmməl gəlirlə nəticələndi və 7 siqnalımız 2 qızılda, euro dollarda, funt dollarda, gümüşdə, bitcoin həm alış, həm satış mükəmməl gəlirlə nəticələndi və yerli saatdan saat 8-ə qalmış bir satış əməliyyatına siqnal haqqında anonsu verdik. Sadəcə olaraq deməli, gecə vaxtları olduğu üçün satışların məsləhət görmədi. Yəni 50 dollarlıq bir enişlə nəticələndi. Bugün səhər saatlarında nələr baş verəcək? Yəni ilkin siqnallar 4724-dən gəlib 1.6-7 dollarla bir yüksəliş olub. Satışlar bugün 4700-dən gələcək, yəni hədəf olaraq 4690-lardır. Yəni bir neçə hədəfi nəzərə çatdırmaq istəyirəm. Yəni qızılda hansı hədəflər, yəni hansı hədəfləri görəcək qızılda? Yəni bu hədəfləri mütləq yadınızda saxlayın, yəni lazım olacaq gələcəkdə sizə. Yuxarıdakı hədəflər 4777, 4810, 4845, 4933 və 5020-lər, 5111-lər. Bunlar yuxarıdakı hədəflər və korreksiya nöqtələridir. Aşağıdakı satış əməliyyatları gəlsə hansı nöqtələrdən dönəcək? 4672, 4655 və 4637-lərdən. Gümüşdə də təbii ki, yəni dönüş nöqtələri var. Alış nöqtələri gümüşdə, yəni yuxarı alış nöqtələrini nəzər çatdırıram. Yəni 80. Təbii ki, alış hansı nöqtələrə qədər qalxsa, hədəflər 80.470, 83.564 və 91.133. Aşağı doğru istiqamətində təbii ki, bugün hansı nöqtələrdən satışlar gələcək? Satışlar 78 900-lərdən gələcək, hədəf olaraq 78 200-lər, 77 741-lər və 76 70 762-lər. Yəni bunlar aşağıdakı olan hədəflər idi və ümumi olaraq hansı nöqtələrdən alışları isə biz siqnal kanalında paylaşmışıq, bir də sizlə paylaşaq. 80-lərdə yenidən alışlar gələcək gümüşdə.